Salam, vaxtınız xeyir olsun. İnşallah yenə danışan Usta Sarxan Biləsuvar bazası. Saatlı şəhərinin, rayonun özüdür inşallah. İki aparatımız, qardaş ki, Seymur qardaşımızdır. İki aparat sakasili və əmsoğlu ilə özü. İnşallah özü burada olmazsa oğlu buradadır. Allah canına dəyməsin də çəkmirəm qardaşı. İndi gəlsin atasını çəkəcəm Allahın köməyi ilə. 4 kilovat, 3 minavrat, 4 təkərmiş sarğın olfaza. Baxın, voltmeter, avtomat, puskavoy, 4 təkər, konstruksiya, 32 bıçaqlı Sarxan stili. Yenə də 4 kilovat, 3 minavrat, 4 təkər, 0 faza, mis sarğı, avtomat, puskavoy, 32 bıçaqlı Sarxan stili. Əslində hər aparatıma 4 setka verirdim. Bugün qardaşlar 5 setka demişəm. Bax, setkanın bir üstündədir. Bu aparata quzaləyə qoymuşam, ona inələyə qoymuşam. Bu setka əlavədir. 1, 2, 3, 4, 5 setka. Arpa buğdan çəkmək üçün bu burç aparatdadır. Bax. Bir setka üstündə. Burada da mal ələyə qoymuşuq. Bir setka, 2 setka, 3 setka, 4 setka, 5 setka. Bu 2 dənə balaca 32'lik gözləndi. 32 gözə onları hərəsi üstə bir dənə pay vermişəm. Bu da arpa buğda çəkmək üçündür. İnşallah gəlsin qardaş, özü yoxdur indi 5-10 dəqiqə çatır gəlsin. Gəlməmişdən bax özüm üçün video çəkdim. Saatlı rayonun, saat şəhərinin özüdür. İkisi 4 kilovat, eyni rəng, eyni motor, eyni stil, eyni forma. İnşallah ikisini də çəkiliş edib yoxlayacağam Allahın köməliyi ilə. Sökümə lazım olsa əlaqə saxlayın. İkisi də aparatlarımızın bir dənə şey çatdırım. Toku çəkəndə bir də belə 10'luq alüminium xəttdən çəkin. Hara çəkən mis xəttdən çəkməyin. Motor böyüdü, boğ olmasın. Bir də belə bir şey deyim. Aparatlarımızın ikisi də 1200 manatdır. Hərəsində 200 manat bunda endirim eləmişəm, 200 manat onda endirim eləmişəm. Kampaniya qiymətinə gətirmişəm. 1200 manatı 1000 manata gətirmişəm və əlavə bir dənə də bu setkanı əlavə gətirmişəm və bir dənə də bu setkanı bu aparata bu setkanı əlavə gətirmişəm. Allah xeyirlərini versin. İnşallah gəlsin qardaş, toka da salıb yoxlayacağıq. Birinə quzaləyə qoymuşam, birinə də inələyə. Birindən inələyə ilə ot çəkəcək, birindən də quzaləyə ilə balaca bölgə olduğunu görəcəksiniz. Allah xeyirlərini versin inşallah.